2026-cı ilin martın 18-19-unda Azərbaycan Ümumdünya Antidoping Agentliyinin Avropa üzrə regional simpoziumuna ev sahibliyi edəcək. Bakıda təşkil olunacaq tədbir WADA-nın illik ənənəvi simpoziumunu əvəzləyəcək və 4 qitədə keçiriləcək regional tədbirlərin bir hissəsi olacaq. Tədbirin əsas məqsədi 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidoping Məcəlləsi və beynəlxalq standartların tətbiqi ilə bağlı regional çağırışları müzakirə etməkdir. Bu ölkəmiz və antidoping hərəkatı üçün olduqca mühüm hadisədir. Simpoziumun Bakıda keçirilməsi Azərbaycanın idman sahəsində beynəlxalq nüfuzunun, eləcə də təmiz və ədalətli idman prinsiplərə sadiqliyini göstəricisidir. Bu məqsədlə WADA-nın yüksək səviyyəli nümayəndələri hazırda ölkəmizdə səfərdədirlər. Nümayəndə heyəti tədbirə hazırlıq məqsədi ilə Bakıda simpoziumun keçiriləcəyi məkan və digər infrastrukturlarla yaxından tanış olublar. Biz inanırıq ki, bu simpozium antidoping sahəsində həm iştirakçılar, həm də ölkəmiz üçün əlamətdar və səmərəli olacaq. 2026-cı ilin martında Bakıda keçiriləcək regional simpozium üçün nəzərdə tutulan infrastruktura baxış keçirmək, tanış olmaq üçün gəlmişik. Hazırlıq işlərini yerində gördük və bundan çox məmnunuq. İllik simpozium olduqca vacib tədbirdir. Bu tədbir hər il İsveçrənin Lozana şəhərində keçirilir. Avropa üzrə tədbir isə Bakıda keçiriləcək. Bakıya 500-ə yaxın qonaq təşrif buyuracaq. Bura həm bizim təşkilatdan, həm də müxtəlif hökumət nümayəndələri, beynəlxalq federasiyaların rəsmləri, bir çox nüfuzlu idman tədbirlərinin təşkilatçıları və digər nüfuzlu qonaqlar Bakıya gələcək. Biz birlikdə növbəti il üçün, təmiz idman üçün əməkdaşlığımızı gücləndirəcəyik. AMADA Dünya Antidoping Agentliyi WADA üçün çox vacib tərəfdaşdır. AMADA 10 yaşını qeyd edəcək. Bizim gənc tərəfdaşımızdır. Buna baxmayaraq, AMADA Dünya Antidoping ailəsi ilə çox sıx münasibətlər qura bilib. Təmiz idman hərəkatına böyük töhfələr verir. Azərbaycan Dünya İdman ailəsinin ən vacib ölkələrindəndir. Azərbaycanlı atletlər beynəlxalq yarışlarda çoxlu medallar qazanır. Ona görə də ölkədə Milli Antidoping Agentliyinin fəaliyyəti təmiz idman prinsiplərinin qorunmasına böyük töhfələr verir.